Deyək ki, Fablequmata bütöv baxdıqda 3 istiqamət görürük. Humik turşuları əsasən torpaq, kök sistemi, kök inkişafı və qida maddələrinin əlçatanlığı. Fulfik turşular daha hərəkətli fraksiya kimi qida maddələrinin daşınması və yarpaq tətbiqlərində faydaları. Bir də üçüncü amin turşuları bitki daxilində gedən metabolizmalar, zülal sintezi, enzim fəaliyyəti və stresli reaksiya proseslərinin dəstəklənməsində rol alır. 3 deməyək, bir də mikroelementlər var, 4. Dördüncü yanaşma olaraq bilirsiniz ki, taxılda sink tətbiqidir, bor tətbiqidir. Həddən artıq bu günləri məhsuldarlıqda özünü ciddi bir şəkildə göstərir. Ona görə də 3 yox, 4 xətt üzrə baxmaq lazımdır Fablequmata. Və burada tərkibdə olan mikroelementlər tam olaraq nəzərə alınıb ki, bitkinin həm sümbül gəlişində, dən sayında, dən dolumunda və eyni zamanda mayalanmasında bilirsiniz ki, bir il keçən illəri məsələn taxılda sümbüllər var idi, amma içi boş idi. Mayalanma yetərsizliyi var idi. Bu kimi problemləri aradan qaldırmaqda kömək olur. Yəni bu kombinasiyanın məqsədi yalnız bir istiqamətdə təsir etmək deyil, belə deyək. Torpaqdan başlayıb kökə, kökdən yarpağa, yarpaqdan isə bitkinin metabolizminə qədər kompleks dəstək yaratmaqdır. Azərbaycan şəraitində taxıl hər il eyni iqlimdə yetişmir. Bir il yağış çox olur, digər il yaz quraq keçir, bəzən temperatur qəfil yüksəlir, bəzən gec şaxtalar olur, bəzən torpaqda duzluluq və yaxud da yüksək pH problemləri olur. Belə şəraitdə bizim məqsədimiz yalnız maksimum məhsul deyil, məhsulun stabilliyini qorumaqdır. Burada humik maddələr və amin turşularının kombinasiyası xüsusi maraq doğurur. Humik komponent əsasən kök və qidalanma sistemini dəstəkləyərkən, amin turşuları bitkinin stresdən sonraki fizioloji bərpasına əlavə kömək eləyə bilir. Qumat haqqında danışarkən fulfik turşusunu ayrıca qeyd etmək lazımdır. Humik və fulfik fraksiyaları eyni deyil. Praktik formullarda da fulfik funksiyalar xüsusilə yarpaq tətbiqlərində çox önəmlidir. Fulfik bütün pH-larda aktivliyini itirmir. Humik isə ancaq yüksək pH-larda aktivdir. Humik asid metal iyonlarının şiratlanmasına fulfik turşusu qədər aktiv deyil. Hətta 10% ilə 90% nisbətində fərq göstərir. Humik asidlər demək olar ki, qış dövründə, yağıntıların başladığı dövrdə artıq fəaliyyətini dayandırır, çünki pH aşağı düşür. Bir də mayda aktivləşir. Fulfik isə elə bir fəaliyyətsiz qalmaq üçün hər hansı bir anormal şərait tanımır. Fablequmat demək olar ki, nəzərə alına biləcək bütün detalları, makro və mikroelement nisbətlərini də tam ehtiva edən bir qarışıq olaraq təqdim edilməkdədir. Tərkibində fulfik asidi 25%-dən artıq, humik isə 15-20% aralığındadır. Ona görə də keyfiyyətli məhsula baxarkən sadəcə qabın üzərindəki humik asid yazılmasına baxmaq kifayət deyil. Fermer maraqlanmalıdır, humik turşusunun faizi nə qədərdir, fulfik turşusunun faizi nə qədərdir, amin turşuları varmı, faizi nə qədərdir, məhsulun mənbəyi nədir, suda həll olması necədir, pH-ı nə qədərdir, yarpaq tətbiqi üçün nəzərdə tutulubmu və s. və ilaxır. Çünki bazarda bütün qumatlar eyni keyfiyyətdə deyil. Qumat, plus mikroelement qumatların maraqlı tədbirlərindən biridir və mikroelement proqramları ilə birlikdə istifadə edilir. Çünki bəzən NPK axtarırlar, tərkibində mikroelement olsun. Yəni burada NPK deyil, amma NPK tərkibində fosfor, magnezium da var və eyni zamanda da mikroelementlər var. Taxılda xüsusilə sinkdir, manqandır, dəmirdir, mis kimi mikroelementlər müəyyən torpaq və şəraitlərdə sıx əhəmiyyət kəsb eləyir. Fablequmat taxıla ehtiyac olan demək olar ki, bütün elementləri ehtiva edir. Amin turşularının olması bu cür kompleks formullarda əlavə üstünlük yarada bilir. Çünki bəzi amin turşuları metal iyonları ilə kompleks əmələ gətirə bilir və qida maddələrinin daşınmasına müəyyən dərəcədə kömək ola bilir. Lakin yenə də bütün məhsullar avtomatik olaraq bir-biri ilə uyğun sayılmamalıdır. Yəni fermerlərimizin ən sıx buraxdığı bəzi səhvlər var
Yəni, böyük səhvlərdən biri də budur ki, qumat və amin turşusu vurdum, NPK vurdum, məhsulun mütləq kəskin şəkildə artacaq. Bu düzgün yanaşma deyil. Qumat və amin turşuları məhsuldarlıq sisteminin bir hissəsidir. Onların ən böyük üstünlüyü xüsusilə düzgün gübrələmə və agrotexnika fonunda ortaya çıxır. Yəni, sahədə nəticə eyni zamanda gübrələmədən asılıdır. Yəni, yaxşı bir gübrələmə aparılıbsa, amin turşuları daha yaxşı nəticəni ortaya qoymağa hədəflənir. Daha pis gübrələmə verilibsə, daha az gübrələmə verilibsə, yenə də amin turşuları yəni məhsulu gözlənilən hədəfdən yuxarı qaldırmır. Verdiyiniz gübrə hədəfi belirləyən verdiyiniz gübrədir. Sadəcə həmin gübrənin tam olaraq bitki tərəfindən mənimsənilməsini təmin edir Fable Qumat. Mən fermerə çox sadə bir üsul tövsiyə edirəm. Bir sahədə standart proqram saxlayın. Əgər sahədə eyni standart proqramın, yəni hər nə proqramdırsa, yəni onun bərabər humik və fulfik 10% amin turşusu olan bir Fable Qumat məhsulu əlavə eləyin və müqayisə edin. Kök sistemi, kollanması, yarpaq rəngi, stressdən sonraki bərpa sürəti, sümbül sayı, sümbüldə dən sayı, min dənin çəkisi, hektardan məhsuldarlıq, bunlar kontrol edilməlidir. Belə sınaq fermerə məhsulun öz şəraitində real iqtisadi nəticəsini göstərəcək. Belə deyək ki, paylaşımı belə yekunlaşdırmaq istəyirəm. Qumat, yəni bir-iki cümlə ilə yekunlaşdırayım. Qumat NPK gübrəsinin alternativi deyil. Bir. İkinci, humik və fulfik maddələr əsasən torpaq, bitki, kök sistemini dəstəkləyir. Üçüncü, Fable Qumatdakı 10% amin turşusu məhsula əlavə biostimulyator və antistres xüsusiyyəti qazandırır. Dördüncü, amin turşuları bitkinin zülal, enzim və metabolik proseslərində mühüm rol oynayır. Beşinci, stres şəraitində amin turşularının tətbiqi bitkilərin bərpa proseslərinin dəstəklənməsi baxımından xüsusilə maraqlıdır. Altıncısı, humik, fulfik, amin turşusu və mikroelement kombinasiyası həm kökü, həm qidalanmanı, həm də bitkinin daxili metabolizmini eyni proqram daxilində dəstəkləməyi hədəfləyir. 7-ci oldu. Ən düzgün nəticə sahədən müqayisəli sınaqla müəyyən olunur və çıxışımı bu fikirlə tamamlamaq istəyirəm. Güclü məhsul yalnız torpağa verilən qidadan yaranmır. Güclü məhsul həmin qidanı mənimsəyə bilən kökdən və onu məhsula çevirə bilən sağlam yarpaqdan və stres qarşısındakı fəaliyyətini davam etdirə bilən güclü bitki metabolizmasından yaranır. Yəni bitki sağlamlığından yaranır. Humik maddələr, fulfik maddələr və amin turşuları da məhz bu sistemin müxtəlif mərhələlərini dəstəkləyir. Belə. Başqa nə qaldı? Hər hansı bir sual olarsa yazın. Mümkün qədər, əlimizdən gəldiyi qədər cavablandırmağa çalışaq. Bir-birimizə faydalı olaq. Fable Qumatın istehsalçısı xüsusilə çox maraqlı insandır və mümkün qədər istəyir ki, bazara keyfiyyətli məhsul qoysun və deyim ki, adamın istehsalla əlaqədar onlarla insanla görüşüb və heç biri onları qane etməyib. Nəticədə qərar verib ki, mən keyfiyyətli məhsul qoymaq istəyirəm bazara, ya da bağlayıram, satış eləmirəm. Mənlə görüşəndə də mənə şəxsən onun hədəfləri ləzzət elədi, xoşuma gəldi ki, sağlam məhsul istehsal eləmək istəyir, söz gətirən məhsuldan qaçmaq istəyir sahibkar. Mən də ona görə əlimdən gəldiyi qədər kömək eləyəcəyimi söz verdim və bu günlərdə həqiqətən əlimdən gəldiyi qədər kömək eləmək istəyirəm. Eyni zamanda fermerlərimiz də kömək eləməlidir, çünki belə bir məhsulu Azərbaycanda istehsalı, yəni Azərbaycana gələn onlarla qumat var. Yəni heç biri bu tərkibdə, bu potensialda, bu quruluşda, bu xarici görünüşdə yoxdur. Çox sağ olun izlədiyiniz üçün, təşəkkür edirəm. Paylaşın, taxıl mövsümü gəlir və hər kəs məlumatlansın. Yəni, kiminsə də hər hansı bir mütəxəssisin də ki, hər hansı bir etirazı olarsa, o da bildirsin, mütləq bildirsin, xahiş edirəm. Öyrənmək həmişə
yəni hər yaşda öyrənməyə uyğundur və mənim də bu günləri əsl öyrənən yaşındayam. Ona görə heç bir irada hər hansı bir reaksiyam olmayacağından əmin ola bilərsiniz. Mən bir şəkildə bildirdiyiniz iraddan dərs çıxartmağa çalışacağım. Bu qədər.